Hicrəti şərtləndirən, zəmin yaradan bir sıra amillər var idi. Biri, məsələn dedik, Yahudilərin Peyğəmbərin gəlişini müjdələməsi və Mədinə cəmaatının bir xilaskarın gələcəkdə xəbərdar olması idi bu barədə. İkincisi dedi, Ofs və Xəzrəc qəbilləri arasında münaqişənin olması və məhz xilaskarın gözlənilməsi, xilaskara onlar gəlirlər Məkkəyə, Qureyşdən kömək istəməyə və nəticədə Peyğəmbərlə tanış olurlar və İslamı qəbul edirlər. Və bir də ki, sonradan Musəb, yəni Məsəb, Musəb də deyirlər ona, Musəbin Peyğəmbərimizdən öncə ora hicrət etməsi, orada Quran dərsləri keçməsi, orada ümumiyyətlə İslam marifi ilə onları tanış etməsi nəticəsində 70 nəfərin qısa müddətdə, 70-dən hətta bəziləri yazılar çox sayda insanın İslam dinini qəbul etməsi buna səbəb olur. Haqqında bəlkə də sizə maraqlı olar. Ümumiyyətlə, dedik ki, qəribə seçilmiş səhabələrdən biri idi o. Qəribə bir insan idi. Çox gənc yaşında, bilirsiniz ki, zəngin ailədən idi, İslamı qəbul elədi və ailəsinin ondan imtina etməsinə gətirib çıxardı bu məsələ. Ona qarşı Məkkədə həssaslığı var idi. Bu baxımdan ki, Məkkəlilər gənclərin Peyğəmbərə tərəf gəlməsinin qarşısını almaq istəyirlər. Ümumiyyətlə, bilirsiniz də, gənclərin seçimi çox önəmlidir. Ona görə gənclər həmişə hədəfə alınır. İstənilən əqidə gəncləri təsir altına ala bilirsə, ölkənin və xalqın, bir qəbilənin də o zaman. Ümumiyyətlə, gələcək gənclərin seçimindən asılıdır deyə gənclər məsələsi çox həssasdır və gənclər hansı əqidənin daşıyıcısıdırsa, xalqın gələcəyini də o əqidə müəyyən edəcək. Ona görə gənclər ən aktiv qrupdur, yəni xalqın ən önəmli hissəsi sayılır və hamı da gənclərin üzərində iş qurmağa çalışır ki, gənclərin fikrini ona lazım olan istiqamətə yönəltsin. O zaman da belə idi və onlar hiss edirlər ki, gənclərin İslam Peyğəmbərinə tərəf gəlməsi onların işini çətinləşdirəcək, gələcəkləri əllərindən çıxacaq. Ona görə Musəbə qarşı çox təzyiqlər oldu. Öz ailəsi tərəfindən də onun ailəsinə də təzyiq etdilər ki, onlar da onsuz da inanmamışlar, İslama iman gətirməmişlər və çox əziyyət çəkdi. Sonra gəldi Peyğəmbərin yanında qaldı və sonra hicrət eləmişdi. Həbəşistana da səhv eləmirəmsə, bəli, hicrətdə də var idi ilk əvvəl, son və Mədinəyə də gəlir, Şəb Əbi Talibdə də olur. Mədinədə gördüyü işlər sizə məlumdur. İlk cümə namazını İslam tarixində Musəb qıldırıb Mədinədə Peyğəmbərin icazəsi ilə. Orada cümə namazı qılır, xutbələr oxuyur, İslamla onları tanış edir. Ondan sonra yenə Məkkəyə qayıdır və Peyğəmbər Mədinəyə hicrət edəndə, etməmişdən öncə o gedir və müjdə verir ki, Peyğəmbər gəlir. Sonra Peyğəmbərin yanında olur, döyüşür. Uhud döyüşündə Peyğəmbərin bayraqdarı olur. Və Uhud döyüşündə bir şayə yayılır ki, Peyğəmbəri öldürüblər. Qoşunda parçalanma yaranır, sarsılır və qaçmağa başlayırlar. Bu ələmdar olaraq Quran ayələri oxuyur ki, Peyğəmbər öldürsə və ya öldürülsə keçmişinizə qayıdacaqsınız. Bu ayəni oxuyur, sanki rəzəz oxuyur və ruhlandırır döyüşə. Onlar görür ki, Musəb olarlar artıq psixoloji baxımdan üstələyə bilmirlər. Onu hədəfə alırlar ki, onu öldürsünlər. Əvvəl sağ qolunu, sonra sol qolunu kəsirlər və ələmi saxlayır, bayrağı saxlayır, o kəsilmiş qolunun bir hissəsi ilə saxlayır. Ondan sonra sinəsinə nizə ilə vurub atdan yerə salırlar və onun başının üstünə Peyğəmbər gəlir və ayə oxuyur ki, minəl mu'mininə ricalun sədəqu ma əhədullah əleyh və minhum mən qəza nəhbə və minhum mən yəntəzir. Buyurur ki, möminlərdən elələri var ki,